Salam əziz 5-cilər, valideynlər, tarix müəllimləri. Ümid eləyirəm ki, bu video dərslər sizin üçün çox faydalıdır. Sizdən kiçik bir xahişim var. Daha çox insanın bu dərsləri görməsi üçün kanala abunə olsaz, kanalı paylaşsaz çox sevinərəm. Bugünkü mövzumuz Azərbaycanın qədim dövlətləri olacaq. Bu mövzu əhatəli və geniş olduğu üçün 2 hissə ilə tədris olunur. Biz birinci hissədə Mannanı öyrənəcəyik. Yenə də ənənəyə sadiq olaraq dərsin sonunda hansı təlim nəticələrinə nail olacaqsınız? Onları bilək. Siz bu dərsin sonunda Manna haqqında sadə biliklər nümayiş etdirməlisiniz. Xalqın mənafeyinin qorunmasında dövlətin, yəni Mannanın rolunu dəyərləndirməyi bacarmalısınız. Sizcə mənim bura yazdıqlarım nədir? Xəzinə, paytaxt, qanun, ordu, ərazi və sərhədlər. Sizcə bunlar nəyin əlamətləridir? Təbii ki, əvvəlki mövzuda keçmisiniz bunu artıq, dövlətin əlamətləridir. Biz bu mövzuda Manna, dövlətçilik tariximiz haqqında məlumatlar əldə edəcəyik. Yer kürəsində çox xalq yaşayır. Lakin onların hamısının dövləti yoxdur. Xalqımız tarix boyunca çox dövlətlər qurub. Tarixi Azərbaycan torpaqları Dərbənddən başlayıb Zəncan və Həmədana qədər uzanırdı. Gəlin xəritədə baxaq. Dərbənddən başlayıb Zəncan və Həmədana qədər uzanırdı. Onun ərazisi 400.000 kvadrat kilometrdən çox olub. Araz çayı vətənimizi 2 hissəyə bölür. Baxaq. Araz çayı vətənimizi 2 hissəyə bölünür. Araz çayından şimaldakı torpaqlar Şimali Azərbaycan, cənubdakı torpaqlar isə ya Cənubi Azərbaycan, ya da Güney Azərbaycan adlanırdı. Hal-hazırda Şimali Azərbaycanda bildiyiniz kimi Azərbaycan Respublikası yerləşir. Maraqlıdır ki, Azərbaycanda ilk dövlətlərdən biri olan Manna da məhz Cənubi Azərbaycanda, Urmiya gölü ətrafında yaranıb. Urmiya gölü ətrafındakı torpaqlar bərəkətli idi. Əkinçilər taxıl, arpa və müxtəlif bitkilər becərir, balıqçılıqla məşğul olurdular. Həm yaylaqlar, həm qışlaqlar heyvandarlığın inkişafına təkan verirdi. Amma bu sözlər artıq nağıl kimidir. Sizə tapşırıq verirəm, hal-hazırda Urmiya gölünün vəziyyətini araşdırmalısınız. Urmiya gölünün hal-hazırdakı vəziyyətinə dair şəkillərə baxmalısınız. O dövrün mənbələrində isə burada qoyun, quzu, mal-qara sürülərinin, at ilxılarının sayı hesabı yox idi. Zəngin faydalı qazıntılar, yerüstü sərvətlərin bolluğu sənətkarlığın da inkişafına şərait yaradırdı. Sənətkarlar qızıl və gümüşdən bəzək əşyaları, qablar, dəmir və tuncdan metal əşyalar, silahlar düzəldirdilər. Xarici işğalçıları da Urmiya gölü hövzəsinə bu zəngin var-dövlət, təbii sərvətlər cəlb edirdi. Mannanın Subi vilayətinin əhalisi at yetişdirməkdə çox mahir idi. Hətta bu haqda qədim dövlət olan Assur mənbələrində söhbət keçir. Assur hökmdarlarından biri öz yazılı kitabəsində bu barədə məlumat verir. Buradakı adamların süvari qoşun üçün ata təlim vermək sənətində tayı bərabəri yoxdur. Hökmdar alayı üçün bəslənən kiçik dayçaları böyüməyincə minmirdilər. Şahə qalxmağı, dövrə vurmağı, dönməyi, döyüş üçün vacib olan bütün vərdişləri öyrətməyincə bu dayçalar yəhərlənmirdi. Assur hökmdarı at bəslənən vilayətlərdən birini, yəni Subini İlxeyvi adlandırmışdı. Eramızdan əvvəl 9-cu yüzillikdə bu ərazidə mövcud olan vilayətlər xarici basqınlardan qorunmaq üçün birləşməyə başladı. Assur və Urartu dövlətlərinin aramsız basqınları, əhalinin qarətlərə, talanlara məruz qalması bu birləşməni zəruri edirdi. Nəticədə Urmiya gölü həvzəsində Manna dövləti yarandı. Dövlət öz adını ən güclü tayfadan, Mannadan almışdı.
Paytaxt şəhəri olan İzirtu öz gözəl tikililəri və möhkəm qala divarları ilə seçilirdi. Buna görə də İzirtunu padşah şəhəri adlandırırdılar. Beləliklə Manna Azərbaycan ərazisində yaranmış ilk mərkəzləşmiş dövlət kimi tarixə düşdü. Uşaqlar, ümumiyyətlə tarixi öyrənəndə çalışmaq lazımdır ki, bir şeyi kör-körənə əzbərləməyəsiniz. Mərkəzləşmiş dövlət bu anlayışın mahiyyətini öyrənək. Sizə loru dildə deyim ki, mərkəzləşmiş dövlətlərdə canişinlər, hansısa sahəni idarə edən məmurlar hökmdarın göstərişlərinə sözsüz əməl edirlər. Yəni, loru dildə desək, hökmdarın sayıldığı, seçildiyi dövlətlər mərkəzləşmiş dövlətlərdir. Bir mərkəzdən idarə olunan dövlətlər mərkəzləşmiş dövlətdir. Yəni, bütün idarə, ordu, orqanlar hamısı hökmdarın göstərişlərinə sözsüz əməl edirsə, bu dövlət mərkəzləşmiş dövlətdir. Gəlin xəritədə Mannanı işğal etmək istəyən həmən iki dövlətin ərazisinə baxaq. Urartu və Assur çarlığı. Mannanın yerləşdiyi yer, bu isə Mannanın paytaxtı olan, padşah şəhəri olan İzirtu idi. Təxminən 300 ilə yaxın mövcud olan bu dövlətin ən tanınmış hökmdarı İranzu olmuşdu. O, güclü Assur və Urartu dövlətlərinin əhatəsində öz dövlətini dağıdıcı hücumlardan qorumağı bacarmışdı. İranzunun qarşısında iki mühüm məsələ dururdu. Birincisi, ölkədə sabitlik və birlik yaratmaq, ölkəni xarici basqınlardan qorumaq. Hökmdarın müdrikliyi yalnız müharibə etməsində yox, həm də diplomatik bacarığında görünür. Məqsədlərini həyata keçirməyə başlayan İranzu ilk növbədə öz başına hərəkət edən vilayət hakimlərini tabe etdi. O, vilayətləri birləşdirdi. Mərkəzi hakimiyyəti gücləndirdi. İranzu iki güclü rəqiblə eyni vaxtda müharibə aparıb zəifləməkdənsə, daha güclü olan Aşur dövləti ilə ittifaq qurub, digərinin işğal etdiyi torpaqları da geri qaytarmışdı. Baxın, burada da deyilir, Aşur dövləti ilə ittifaq bağladı və bu dövlətin köməyi ilə işğal olunmuş Manna ərazilərini də geri qaytardı. O, Mannanı güclü dövlətə çevirməyi bacardı. Gəlin tapşırıqlara keçməmişdən qabaq, baxaq, Manna təxmini neçə il mövcud oldu? 300 ilə yaxın. Mannanın ən qüdrətli hökmdarı kim idi? İranzu. İranzu ölkəsini hansı iki dövlətdən qorumağı bacarmışdı? Assur və Urartu. Mannanın ilk məqsədi nə idi? Ölkədə sabitlik, birlik yaratmaq. O, vilayət hakimlərini tabe edərək nəyi gücləndirdi? Mərkəzi hakimiyyəti. Gəlin tapşırıqları edək. Yer kürəsində çoxlu sayda xalqlar yaşayır, lakin bu xalqların hamısının dövləti yoxdur. Xalqımız tarix boyunca çoxlu dövlətlər qurmuşdu. Tarixi Azərbaycan torpaqları Dərbənddən başlayır, Zəncan və Həmədana qədər uzanırdı. Azərbaycanın ilk dövlətlərindən biri olan Manna məhz Urmiya gölü ətrafında yaranmışdı. Eradan əvvəl 9-cu əsrdə burada güclü dövlət yarandı. Dövlətin paytaxtı İzirtu şəhəri idi. Onu padşah şəhəri adlandırırdılar. Dövlətin ən tanınmış hökmdarı İranzu olmuşdu. Buna baxaq, uşaqlar. Burada da düzgün və yanlışları seçməlisiniz. İstəyirsinizsə görüntünü saxlayıb özünüz bu tapşırığı edə bilərsiniz. Məsələn, İzirtu Aşur dövlətinin paytaxtı idi. Xeyr, Mannanın paytaxtı idi. Başqa bir tapşırığa baxaq. Padşah şəhəri adlandırılan yer. İzirtu. Mərkəzləşmiş ilk Azərbaycan dövləti. Manna. Assurla ittifaq bağlayan hökmdar. İranzu. Gəlin bu suallarla bir daha özünüzü yoxlayın. İranzuya müdrik hökmdar deyə bilərsinizmi?
Fikrinizi necə əsaslandırarsınız? Müasir dövrdə Azərbaycanın hansı bölgəsinin atları dünyada məşhurdur? Mannada Subi idisə, hal-hazırda Azərbaycanda. Uzaqgörən siyasətçi, etibarlı müttəfiq deyəndə nə başa düşürsünüz? Manna dövləti necə yarandı? İranzunun Azərbaycan tarixində hansı mühüm rolu oldu? Ümid edirəm ki, fikirlərinizi çox rahatlıqla əsaslandıra bilirsiniz. Bu mövzu sizə hansı təsiri bağışladı? Siz hökmdar olsaydınız, dövlətiniz üçün hansı işləri görərdiniz? Bu dərsin sizin üçün ən önəmli nəticəsi nə oldu? Bu da özünü qiymətləndirmə vərəqidir. Dərsi bitirəndən sonra baxaq görək, siz dərsdə diqqətli idiniz? Özünüzü qiymətləndirin. Bəli və yaxud qismən. Sual-cavabda aktiv idim, bəli. Ev tapşırığı olaraq sizə nə verirəm uşaqlar? Siz Mannada tapılmış qızılcam haqqında geniş araşdırma aparmalısınız. Bu da həmən qızılcamın təsviri. Dərsin ikinci hissəsi Atropatena və Albaniya isə gələn mövzuda olacaq. Uşaqlar, çalışın, nə sualınız varsa mənə verin, rəylərdə yazın. Təkliflərinizi də deyə bilərsiniz mənə. Ümid edirəm ki, dərsi yaxşı başa düşdünüz. Gələn dərsdə görüşərik.